adətlikən etdiyiniz 4 səhv haqqında bugün sizə məlumat vermək istəyirəm. Bəzi qadınlar aybaşı dönəmində duş almaqdan qorxurlar. Əsla belə deyil. Əksinə, aybaşı dönəmi zamanı duş almaq sizin daha rahat adət olmağınıza kömək edər. İkinci, adətlikən bəzi xanımlar daha çox kafein, tünd çaydan istifadə edirlər. Bunu etməyin. Çünki kafein və tünd çay stresi daha da artırır. Bu da adətlikən ağrıların artmasına səbəb ola bilər. Üçüncü yerdə isə şokolad istəyidir. Bəli, bəzi qadınlar adətlikən daha çox şokolad istəyir. Mən isə adətli zamanı şokolad istifadəsini minimuma endirməyinizi tövsiyə edirəm. Dördüncü yerdə isə bəzi qadınlar, əsasən də az aybaşısı olan qadınlar pedlərini və yaxud da günlük bezlərini tez-tez dəyişdirmirlər ki, dolsun sonra dəyişərik. Bunu əsla etməyin. Çünki uzun müddətli ped və yaxud da bezlər qalarsa bu zaman sizdə qeyri-spesifik vaginitə səbəb ola bilər.